Sen burada ne inirsən? Qumru xanım, Mən burada işləyirəm. Burada işləyirəm nə deməkdir? bura işi düzəlib təzəlikcə. Aferin sənə. Bir bura qalmışdı, bura da gəldin. Həqiqətən aferin. Mən sənə deməyə söz tapmıram. Sözüm yoxdur. Xavər, gəl gedək. Əvvəldən elə ürəyindən imiş. Gəl də. gedək, yola salım səni. Ürəyindən idi də əvvəldən. Heyf o oğlan oldu. Heyf sənin o ərin oldu. Mənim yoldaşım haqqında bir kəlmə də danışmayın. Xavər. Əvvəldən əlbir oldunuz, hə? Əvvəldən əlbir olduğunuz məsələni həll ediniz ki, rahat keyfinizi çəkəsiniz. Sən tək öldürməmsən, mən də bildim. Bu da sənə kömək eləyib. Elə bir yerdə öldürmüsünüz o oğlanı. Bir yerdə öldürmüsünüz ki, rahat keyfinizi sürüb həyatınızı yaşayasınız. Aydın oldu. Nə? Alo. Alo. Zəng gəlir deyə sənə açdım. Kim idi ki? Cahangir yazmışdı. Cahangir kimdir ki? Hansı Cahangir? O müştərimdir, köhnə müştərimdir. Həmişə sifariş lazım olanda zəng vurur belə. Sifariş verir. Mən işə biraz gecikirəm deyəsən. Peki qalxaq? Biz nə danışmışdıq Ülker səndən? Demədik bir-birimizə yalan danışmayacağıq. Soltan birincisi mən sənə yalan danışmıram. İkincisi əgər belə inamsızlıq olacaqsa indidən aramız. Yox, dayan. Bağışla məni. İnarsan indi bu dəqiqə heç kimə etibar yoxdur. Gərək açmazdım o zəngi. Bağışla, üzürü sər. İnamsızlıq elədim yürə. Üzr istəmə lazım deyil. Yəni sən nəyə inanmasan da, amma mənim sevgimə inana bilərsən. Yaxşı. Seyran. Seyran ne olub? Seyran neynəmsən yenə Seyran? Seyran mənə bax Seyran ayıl. Seyran, Seyran kömək eləyin. Seyran kömək eləyin. Seyran. Lətifə! Lətifə! Seyran. Seyran qurban olum Seyran. Seyran gəldim Seyran. Mira! Seyran qurban Mira, nə olur? Lətifə gəl kömək elə. Seyran. Seyran mənə bax. Seyran mənə bax. Lətifə, özünə gəl kömək elə. Yaxşı, Seyran mənə bax. Seyran qurban olum. Seyran ölüb. Dəlisən sən. Seyran, yaxşı Seyran. Nəfəs al. Seyran. Xavər, həddini bil, ağlına gələndə danışma. Nədir, düzdürmürəm? Sən öldürmüsən, bu da sənə kömək eləyib. Bəsdir Xavər. Doğrudan siz Qədri Qumru xanım, inanmayın ona.
Belə şey olmayıb heç vaxt. İnanmayın ona. Artistlik eləmə. Xavər. Hə sən nə qadınsan, hə? Xavər çıx get buradan. Ərinin torpağı hələ soyumayıb. O məhəllədəki şayiə də hələ bitməyib. Utanmaz arsız durub elə gəlib burada işləyirsən. Xavər. Ölüb yerə girmirsən. Utanmırsan sən. Xavər gəl çıx get buradan. Həyasız. Qumru xanım. Get dalıcan, get. Xavər. Mənim əsəblərimlə oynama. Bax sonra pis olar ha. Bundan artıq da nə pis olacaq. Pis olacaq. Niye gitmedin? Gedebilmedin ha? Bu boyda şirketi koyup gedebilmedin. Düşmüsən cənnətə, şirin gəlir, əl çəkmək asan deyil. O boyda oğlan da qurban getdi. Her kadın bunu bacarmazdı. Sen bacardın. Halaldı. Sen doğrudan da güçlü kadınsın. Çok. Mən güclü deyiləm. Güclü olsaydım Qədiri sizdən qoruyardım. Amma mən onu qoruya bilmədim. Amma siz də güclü deyilsiniz. Çünkü siz de ailenizi qoruya bilmədiniz. Amma bizim fərqimiz bilirsiniz nədir? Mən günahı başqalarında axtarmıram. Bunu ancaq zəif insanlar eləyir. Sizin kimi. Öldü. Yox. Seyran mənə bax. Seyran mən buradayım, qorxma. Lətifə həkim çağır. Lətifə həkim çağırmaq lazımdır. Telefonum oradadır. Lətifə gəl. Lətifə qayıt. Lətifə sakitləş, gəl mənə kömək elə. Yok Seyran. ben el bırakın benim. Burada qalasın səni. Seyran, Hayır ben ölüm falan. Seyran. Söz verirəm sənə. Yəni qoyub heç yerə getməyəcəm. Məni bağışla. Bağışla məni Seyran. Heç yerə getməyəcəm. Bircə sən ayıl Seyran. Bircə sən ayıl. Seyran. Seyran ayıl. Seyran. Seyran ayıl. Seyran. Ne kadar ki ben sağım, ne kadar ki ben sağım, ben sana tanırım. Aşkı sen.
Kumru xanım, Bəbir müəllim, mən buradan getməliyəm. hara gedirsiniz Kumru xanım? Bu qədər deyilən sözdən sonra hələ də burada qalım. Axı siz niyə ona fikir verirsiniz, hə Kumru xanım? Ağzına gələni danışır, dediklərində də heç bir həqiqət yoxdur. Bizim onunla aramızda hər şey çoxdan qutarır. Xahiş edirəm, onun dediklərini ciddiyə almayın. Amma düz deyirdi. Mən çox böyük səhv elədim. Bura gəlməklə çox böyük səhv elədim. Kumru xanım, Mən ümumiyyətlə səhv elədim. Başdan səhv elədim. Mən burada olmamalıyam. Bura mənim yerim deyil. Kumru xanım, xahiş edirəm. Bəbir müəllim, xahiş edirəm. Otaqdan çıxın. Tək qalmaq istəyirəm. Xahiş edirəm. Oyandın? Hə. Mənə nə eləyibsə bəbir eləyib. O kişi mənim yuxumdan çıxmır. Beynimdəki o səs-küy, o qəza... Hamısını o eləyib, hə? Bəlkə də. Amma vaxt gələcək, bütün bu DSN-lər hamısı yox olub gedəcək. Onda səni heç kim aldatmayacaq. Onda sən hər şeyin mütləq cavabını biləcəksin. Bəs birdən gec xatırlasam, onda necə? Heç nə heç vaxt gec olmur. Hər şey vaxtında baş verir. Qorxuram, balıqçı. Qorxuram. Qorxuram yaddaşım qayıdandan sonra heç nəyi qoyduğum yerdə tapa bilməyəm. Hətta aləmi belə. Müdriklərdən biri deyib, qorxmalı olduğumuz yeganə şey qorxunun özüdür.
sən fikirləşdiyindən də təhlükəli adamdır. Uzaq durmaq lazımdır ondan. Bilirəm. Hər şey göz almışam. Mən qədrə görə bunu eləyəcəm. Bəbir, ondan uzaq ol. Ne olur? Niyə? Axı sən onun yanında işləmək istəmirsən. Ağır olacaq sənin üçün. Ağır olmayacaq. Əksinə. Mən ona nə qədər yaxın olsam, bir o qədər yaxşıdır. Bilmək olmaz. Bəlkə də qədri də o öldürüb. Bəbir müəllim o qədər də pis insan deyil. Bəbir müəllim sənin üçün bilirsən nələr eləməyə hazırdır. Hə, bilirəm. Bilirəm. Bəlkə də qədri də mənə görə öldürüb. Qumru, tutalım ki, belədir. Əgər belə bir şey varsa, bunu öyrənmək istəmərsən, Əlbəttə istəyirəm. Bu dəqiqə ən çox istədiyim şey budur. ay sağ ol. Bunu da öyrənməyin bircə yolu var. Bəbirə yaxın olmaq. Bəbirə yaxın olmaq. Bəbirə yaxın olmaq. Ey Xavər, sən də gəlməyə vaxt tapdın da. Gəl! Qumru. Qumru xanım, siz Allah bağışlayın, mən elə bildim. Qalıb işləmək istəyirəm. Getmə fikrindən daşındım. Əgər sizin üçün də problem yoxdursa. Əlbəttə, qalın Qumru xanım, əla fikirdir. Mən bayaqdan özümü bağışlaya bilmirəm ki, niyə imkan verdim ki, bu Xavər Nəysə, sizə o sözləri dedi. mən gedim işlərini görüm. Sağ olun. Çox sağ olun ki, belə qərar verdiniz. Sevindirdiniz məni. İnanın, çox pis olmuşdum. Bəbir müəllim, qayıtdım. Çünki işə ehtiyacım var. Sizin borcunuzu verməliyəm. Başa düşürəm, amma çox düzgün qərar verdiniz. Çox sağ olun, Qumru xanım. Mən Xavərin yerinə dönə-dönə sizdən üzr istəyirəm, Qumru xanım. Bir də bu iş sizə çox yaraşır. Əla bacaracaqsınız. Bir də onu bilin ki, nə olmasından asılı olmayaraq, mən hər an sizə dəstəyəm və sizin yanınızdayam. Ay Seyran. Ay bala niyə tərs deyirsən? Qoy həkim çağıraq da. Dəyməyin mənə. Seyran, necə dəyməyək sənə? Sənin özündən xəbərin yoxdur. Qorxmayın. Pis adama heç nə olmur. Seyran, niyə belə danışırsan? Gör bu neçənci dəfədir. Nə vaxta qədər belə olacaq? Nə oldu? Boşanırdın bəs. İndi ürəyin yandı. Hə, Seyran, ürəyim yanır. Sən hələ də mənim həyat yoldaşımsan. Neçə ildir bir yastığa baş qoyuruq səninlə. Yaxşı, mən çıxıram. Lazım olsa mən çağırarsın. Yaxşı. Yaxşı. Hər dəfə belə eləyirsən. Ürəyim əsir.
Elə bilirəm ki, ölmüsən. Ölürsən çünki. Hər dəfə gedirsən o dünyanı görüb gəlirsən. Mən də sən bir yerdə. Seyran. Sən axı bilirsən sevdiyin insanın ölməyi nə deməkdir? Bilirəm. Düz deyirlər. Kişilər bir dəfə sevir. Sonra hamısı təsəlli olur. Bilirsən niyə belə əmin deyirəm? Çünki sən ona görə ölməyi seçmişdin. Amma mənə görə yaşamağı seçə bilmirsən. Gel. Otur burada, otur. Otur burada. Otur burada, otur. Otur, sen de korktun Ala iç. İçkiden. İç de bir kurtum iç özüve gel. Vira içkiden iç bir kurtum iç. Kurtum. Ay kız, bismillah. Sen korktun Mən demirsən. Otağa girdim. Kan başıma fıskırdı. Korktum öyle bildim ki. Kış. Bizim Seyran. Allah onu saklasın. Allah onu korusun. Allah haberi bana derdi yaşatmasın. Deli oldum. Düzdü sen. Sen beni kullukçu hesap ediyorsun. Ama vallahi onlar benim ailemdi, ben uşakları. Ben büyütmüşüm onları. Benim evladım olmayıp onlar, ben evladı olumlar. Düzdü senin karşı sevgimiz var. Ama vallahi ben biz niyetimiz olmayıp diyene kadar da hecalet çekinim ona göre. Ben Seyran'ı çok istiyorum. Allah onu korusun. Yazı uşak tez sağalaydı. Yoksa her defa ölüm dirilir. Ben onu öyle görebilmirəm. Yine yaş uşağıydı o balaca vakti. O dizimde oturup o kadar oynadım onu. Şimdi günden güne kalıp bir derdim bir sümük. Lütfü. Bezmişim. Kurbanım üzme. Valla Seyran yaxşı oğlandı. Sen olmasan olab deli olar Fira. Salam Xavər xan. Mən görmək istəmişdim. Otur. Buyurun. Cahangir neçə ildir bizdə işləyirsən? Evimizin içi olmuşsan. Amma inanmırsan get Bəbirdən soruş. Səni ilk dəfə görəndə dedim ki, bu adama çox etibar eləmə. Öz mənfəətini güdən adamdır. Niyə Xavər xan biraz qara qurayam deyə? Xətirimə dəyişsiniz valla. Mən nə vaxt etibarsızlıq eləmişəm ki? O işi deyirsinizsə,
Bu neçə ildə bir dəfə elə bir iş oldu. O da ki, mən o materialları aparıb atamla evini tikdirmək üçün götürməmişdim. Oğlumuzla iş qururduq Seyranla. Yəqin xəbəriniz var. Niyə gedib meyidi tək çıxartmısan? Neyniyəydim ay Xavər xanım? Qoyardım qalsın orada. Seyran aparardım özümlə. Yoxsa Bəbir müəllim aparardım. Fikirləşdim yansam da tək yanımda. Vallahi. Mənim tanıdığım Cahangir özünü elə-belə boş-boşuna heç bir odun içinə atmaz. Vallahi mən bilmirəm siz mənə niyə belə münasibət bəsləyirsiniz. Onu da bilmirəm ki, neynəsəm düzələr. Qalıram belə. Mən bir şeyi başa düşə bilmirəm. Günün günorta çağı kim gedib bastırdığı meyidi çıxarıb aparıb dənizə atar. Niyə də? Çarəsiz qalan adam. Dostunu, qardaşını istəyən adam. Dostunun, qardaşının əziyyətini çəkən adam. Mən bilirəm ki, siz mənə inanmırsınız. Amma baxın öz gözlərinizlə görün. Məndə videosu da var, çəkmişəm. Buyurun, baxın. Deyərsiniz birdən, indi yayla bax, süni intellekt. Deyərsiniz bu da montajdır. Baxın da özünüz baxın. Meyidin üzü niyə görünmür? Yoxdur. Ay Xəbər xanım, siz də Bəbir müəllim kimi danışırsınız. Meyit neynəsin, bizə əl eləsin oradan. Bunu kəfənə büküb bastırmışam da mən. Nəysə. Tutalım ki, sənə inandım. Amma mənim Seyranıma nəsə olsa, onu bil ki, səndən biləcəm. Ondan sonra da ki, ağıllı adamsan, özün başa düşdün. Ər-arvad bunlar mafyadılar, nədirlər, o gəlir deyir, belə eləyərəm, bu gəlir deyir, belə eləyərəm. Biri çox sağ ol demir. Niyə desinlər Cahangir? Sən qaz gələn yerdən ördək əsir yemirsən. Onlar niyə sənə çox sağ ol demə? Bunu çağırmışdın məni. Qardaş, bir kofe zəhmət olsun. Qumru, necəsən? Nəsə bir problem yoxdur ki? Yox, öyrənirəm yavaş-yavaş. Çox tərssən də. Dedim bəlkə qalmarsan burada, başımı götürüb gedərsən. Yox, nə olur olsun qalacam. Yaxşı, onda qulaq as mənə. Bu Bəbirin o elətdirdiyi yer var ha. Oradan bir nəfər gələcək. Görüşəcəm onu. Doğrudan? Sultan, mən də gedərəm də səndən. Xəbər eləyərsən. Yox, yox. Mən özüm görüşəcəm də, mən istəmirəm sən bu işlərlə məşğul olasan. Sultan. Bəli, müəllim. Mənim yanıma gəlirdin. Yox, gəldim Qumruya baş çəkim, görüm bir çətinliyi yoxdur ki, müəllim. Sultan, nə çətinlik olacaq? Mən buradayım da. Sən narahat olma. Ona baş çəkmək mənim borcumdur. Siz də çox sağ olun. Bir ata kimi ona qayğı göstərirsiniz. Qumru, iş vaxtı qutarır. Yığış gedək. Yox, hələ mənim işlərim bitməyib. Yaxşı, gözləyirəm səni onda. Narahat olma, özüm gedərəm. Gözləmək. Yaxşı. Qumru xanım,
Birinci gündür işe çıkmışsınız, böyle ciddiye almaq lazım deyil. Narahat olmayın. Sabah gələrsiniz, bitirərsiniz də. Əslində tələsik deyilsə, mən də yorulmuşam. Ha? Onda siz hazırlaşın. Çıxaq birlikdə, mən ötürüm sizi. Yox, sizə əziyyət olmaz, mən özüm gedərəm. Qumru xanım, nə əziyyəti var? Onsuz da eyni istiqamətə, eyni yerə gedirik də. Bekar da maşını sürəcək, aşağıda gözləyirlər bizi. Yaxşı, onda gözləyin, hazırlaşım çıxaq. Yaxşı, gözləyirəm. Ana. Sən çağırmısan anamı? Anayam mən. Ürəyim yanır gəlmişəm də. Amma çox qalmayacağam. Atan gəlməmiş çıxıb gedəcəm. Seyran, başımızda min bir bəla var. Bilmirəm hansını düzəldim. Həyatımız darmadağın oldu. Yorulmuşam bala. Vallahi yorulmuşam. Sən məni güclü bilirsən. Amma taqətim yoxdur. Sənə bir şey olsam yaşamaram, mən ölərəm. Bilirəm, səndən asılı deyil, bilirəm bala. Amma mənim arxam, dayağım sənsən. Sənə çox ehtiyacım var. Nə olar Seyran, qurban olum. Nə olar get müalicəni elə də, nə olar bala, topla özünü. Ağlama ana. Heç mənim kimi oğula görə ağlamağa da dəyməz. İstəmirsən gözümü yaşlı görəsən, get müalicə elə. Qurban olum Seyran, nə olur. Yaxşı. Müalicə olacam elə. Sabah gedəcəm ana. Söz versən. Hə. Sabah gedəcəm. Gözəl oğlum mənim. Sağ olun, sizə də əziyyət oldu. Bu nə sözdür Qumru xanım? Nə əziyyəti, xoşdur bizim üçün. İstəyirsiniz səhər işə gedəndə də gəlib götürək sizi. Ehtiyac yoxdur elə şeyə. Mən Qədirin qaldığı yerə getmək istəyirəm. Bilirsiniz Qumru xanım, Ora mənim deyil artıq. Satmışam. Necə yəni? Niyə axı? Çoxdan bir adamın orada gözü var idi. Mən də həmən satdım, getdim. Həm də Qədirdən sonra mən orada heç bir iş görə bilməzdim. Ha, Lalə qızımız necədir? Mən onu görmək istəyirəm. Yatıb. Anamla danışdım, yatıb. Sağ olun, görüşərik.
Ay İslam, hələ də inana bilmirəm. Mən necə pərt elədi o adamın yanında? Əşitmə də sən də. Qumrunu tanımırsan, heç vaxt elə şey eləməz o qəsdən. Mələ yaxşı da, Rəfiqəvin tərəfini saxlayırsan, amma onun hərəkətləri mənə xoş deyil. Yaxşı da özümə gəldi, ha? Ay qardaş, necə özümə gəlim? Özün demirdin ki, məhəllədə hamı danışır. Bu da getdi, girdi Bəbirin yanında işə. Bütün cəmaatı haqlı çıxartdı da. Qələt ellər, danışırlar. Ərinə görə gedib də onun yanında işləməyə. Özü dedi mənə. Bildim, özü dedi, səhv eləyib. Gedib başına bir iş açacaq. Qardaşım, mən hiss eləmə, mən kişiyəm. Mən görürəm ki, Bəbir ona yaxşı gözlə baxmır. Sultan, sən lap ağzıma gələni danışırsan, ha? Qumrudan danışırıq, dostumuzun arvadından. Ha, qardaşım, bilirəm, kimdən danışır. Kimdən danışdığımızı yaxşı bilirəm. Amma yəni o qız düz eləmir də, özü üz verir Bəbirə. Qəsdən eləyir demirəm, amma ki, bunun axırda bir zibili çıxacaq. Yaxşı, yaxşı, boş-boş danışma. Dəyiş söhbəti. Yox, yox. Qumru mənimlə gəlməlidir. O adamın yanında qalmalı deyildi İslam. Əş neynəməlidir? İşidi qalıb işləyib də. Sən başa düşmürsən, mənlə gəlsəydi, Bəbir də görərdi ki, onun yiyəsi var, kimsəsiz deyil. Bu nədir ya? Bu nə zibildə düşmüş ya? Dədəsi gedir, balası qayıdır. Balası qayıdır, anası gəlir. Mən nə qələt elədim Allah? Qələt eləyirəm Allah. Betərin betəri var imiş. Ay, sən başa düşmürsən? Yoxdur da, düzəldə bilməmişəm hələ. Yaxşı, aç onda görüntünü. Görüntü neyirsən, sevgilim zadımsa mən. Qaqa, makler olmuşsan, ev satırsan. Bu yallah boynunu qırsın sənin. Bəbirin evi də oraya xəstənə gəzirsən orada. Bilirəm. Ay, çıx oradan. Çıx, duracaqlar məni danışdırma burada, çıx oradan. Eləmə. Eləmə, vicdanın olsun, eləmə. Mən elədim, sən eləmə. Bircə saat vaxt ver mənə. Məni qışqırtma, bir saat vaxt ver, pul atıram kartına. Səbirli ol. Yolların çay kimi axar görəsən, üstünə yağışlar yağar görəsən, səninə yandırıb yaxar görəsən, özü öz külündən dirilən adam. Qəlbini səmaya aça bilərsən, içindən min işıq saça bilərsən, nə qədər bacarsan qaça bilərsən, günahın əlindən dirilən adam. Dəfə günah səsindən, qurtuldub xəyanət qəhqəhəsindən, hansısa bəstəkar zümzüməsindən, bir şair dilindən dirilən adam. Keçər gecələrin kədərlə birgə, ümidin yaranar qəhərlə birgə, oyanıb qalxarsan səhərlə birgə, günəşin içindən dirilən adam.
verilən adam